uşaqlar, bugünkü dərsimiz Şəddadilər dövləti 971-1088-ci ildə mövcud olmuş dövlətdir. Şəddadilər sülaləsi əvvəllər dövlət tərəfindən yaşayırdılar. 951-ci sonradan görkəmli nümayəndəsi olan Salar dövlətinin ordusunda xidmət edən Məhəmməd ibn Şəddad Salar dövlətinin tərkibində Dəbil şəhərini ələ keçirdi, müstəqil Dəbil əmirliyi yaratdı. Şəddadilər dövlətinin yaranması Əli Əsgərin hakimiyyəti dövrü. Məhəmməd ibn Şəddaddan sonra hakimiyyətə gələn oğlu Əli Əsgəri 971-ci sonuncu Salar hökmdarı İbrahimin Gəncədəki naibini qovaraq Azərbaycan şimalında paytaxt Gəncə olan Şəddadilər dövlətini yaratdı. Salarların Arazdan şimal Sövedal mülklərini özünə tabe etdi. Bərdə və Şəmkiri Şəddadilər dövlətinə birləşdirdi. Qeydə baxaq, Şəddadilər dövlətinin başçısı Əmir titulu daşıyırdı. Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə, yəni 985-1030-cu illərdə itaət göstərməyən xırda feodallar mərkəzi hakimiyyətə tabe edildi. Gəncə tərəfində bütün xırda mülklər ləğv edildi. Şəddadlərin ata-baba mülkləri olan Dəbil dövlətə birləşdirildi. Beyləqani Şəddadilər dövlətinə birləşdirdi. Gəncə dağlarına pul kəsdirdi. Gürcü feodallarına və Xəzərlərə qarşı uğurlu müharibələr aparmış. Şirvanşahlar dövlətlər qohumu və əlaqəsi yaratmış. Tiflis müsəlman əmiri və Rəvədilər isə dostluq əlaqələri yaratmışdı. Araz çayı üzərində ticarət və hərbi məqsədlə Xudafərin körpüsü inşa etdirilmiş. Bu körpü Azərbaycanın şimal ilə cənub arasında iqtisadi mərkəzi əlaqələrin inkişafında mühüm rol oynamışdır. Musa ibn Fəzlin hakimiyyəti dövründə 1030 və 1034-cü ildə 1030-cu ildə Ruslar Şirvanşahlar dövlətinə hücum edən zaman Musa ibn Fəzl Beyləqanda müəyyən qalmış qardaşına qaçışan dəstələrinə köməyə çağırdı. Slavyanlar Beyləqan ərazisində divan tutdu və çoxlu qənimətlər alaraq ölkələrinə qayıtdılar. Daha sonra 11-ci əsrin 30-cu illərində Arazdan şimalda Azərbaycan torpaqlarının yeni Oğuz tayfalarının məskənlərinin salınması nəticəsində Şəddadilər dövlətinin hərbi qüdrəti daha da artdı və Bizans və Erməni Gürcü feodallarının Azərbaycanı işğal etmək planları puç oldu. Daha sonra Əli Əsgərin hakimiyyəti dövründən danışaq. Yəni ikinci Ləşkəri, Əli Əsgəri yox, ikinci Ləşkəri, yəni qəsidəsində Qətran Təbrizin adlandırdığı ikinci Ləşkəri, yəni Arranşah haqqında danışaq. Şəddadilər o Türklərlə birlikdə 1037-ci ildə Dəbilə hücum edən Erməni Bizans qüvvələrini məğlub etdi. Daha sonra 1038-ci ildə Tiflis müsəlman əmrini hücum edən Bizans və Gürcü qoşunlarını məğlub edib qovdular. Düşmənin Tiflis müsəlman əmrini tutmaq cəhəti boşa çıxdı və Qətran Təbrizi qəsəsində Arranşah adlandırdığı ikinci Ləşkəri Bizans Erməni və Gürcüləri hücumlarına dəf etməsinə tərif etmişdir. 1048-ci ildə Səlcuq qoşunları Azərbaycandan Arandan keçərək Şəddadilərlə birlikdə Bizans və Erməni Gürcülərini məğlub etdilər. Əbusəfər Şahın hakimiyyəti dövrünə baxaq, 4967-ci ildə Şəddadilər dövlətinin mərkəzi hakimiyyəti gücləndi. İqtisadi və ictimai həyatda və orduda bir sıra həyata keçirildi. Gürcülər və Şirvanşahlarla müharibələr aparıldı. 1054-cü ildə Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabe oldu. Daha sonra Gürcü çarı 4-cü Baqratın hücumu və Şəddadilərin tədbirləri, yəni 4-cü Baqratın bu əraziyə hücumu 1062-63-cü illərdir. Tiflis müsəlman əmrini tutmaq məqsədi ilə alanlarla ittifaq bağlayaraq onları Azərbaycan hücuma təhrik etdi. 1062-ci ildə Əbusəfər Şah bu yürüşündən qorunmaq üçün aşağıdakı tədbirlər həyata keçirdi. 1062-ci ildə Gəncə şəhəri ətrafı qalaları və xəndəkləri çəkdirdi. 1063-cü ildə dəmirçi İbrahim Osmanoğlu Gəncənin möhkəm qala divarlarına xatırladı. 3-cü Fəzlin dövründə isə, yəni 1074-1088 Şəddadilər dövründə sonuncu əmr olmuşdur. Onun dövründə Səlcuqlar münasibətləri kəskinləşmiş. Səlcuq Sultanı 1-ci Məlikşah Şəddadlərin daxili müstəqilliyi özünü təmkin etdiyi üçün öz səyahətçi Buğanı qoşunla Gəncəyə göndərdi. 1088-ci ildə Buğa Gəncəni tutaraq Şəddadilər dövlətinin varlığına son qoydu və Sultan 1-ci Məlikşah Gəncədə öz əmrini hakim təyin etdi. İndi baxaq burada nəyə baxacaq? Paytaxtı Gəncə, yəni Şəddadilər dövləti Kür və arası ərazilərdir. Yəni burada Naxçıvan şəhəri yerləşirdi bu ərazidə. Dəbil, Ani, Bərdə, Beyləqan kimi şəhərlər bu ölkənin ərazisi idi və bu da ona ticari məntəqələr üçün müsbət təsir göstərirdi. Ümumiyyətlə bu əraziyə baxsaq, yəni adlar verilib dövlətlərin diqqətlə baxıb mənimsəsək və şəhərləri izləsək, yazsaq, inşallah faydalı olacaq. Ümidvaram sizin üçün yaxşıdır və faydalı olacaq. Oldu, çox sağ olun, minnətdarım.